Salam, xoş gördük hamınızı. Bugün mətbəxdə salat hazırlayıram. Şuba salatı. Yəni, öz dilimizdə desək, çuğundur salatı. Amma fərqli cəhəti ondadır ki, şuba salatını silyotka balığı ilə hazırlayırlar. Mən isə silyotka balığın yerinə toyuğun döş ətindən istifadə edəcəyim. Və kartof, qaynadılmış çuğundur, kök, yumurta, mayonez, duz və istiyot. İndi tərəvəzlərin hamısını sürtkəcdən keçirim və toyuğun döş ətini də didmək lazımdır. Və işə başlayaq. Əvvəlcə mayonezi kloka doldururuq. Mən də boşqaba torkadan keçirdiyimiz kartofdan əlavə edirik. Duz, istiyot səfiri, üstündən mayonez gəzdiririk. Kökü də əlavə edirik. Bəri kök. Yenə biraz duz və istiyot. Mayonez. Yumurta. Yine biraz mayonez ve toyuğunu əlavə edirik. Toyuğu qaynadanda suyuna duz atmışdım. Ona göre toyuğun üstündən duz vurmadım. Və çuğundurunu üstünə əlavə edirik. Üzərinə mayonez vururuq. Və üst qatını mayonezlə örtürük. Mən indi uzun-uzadı olmasın deyə çox göstərmirəm. Bunu böyük qabda bir neçə qat da eləyə bilərsiniz. Yəni çox ailələr üçün. Çox dadlı və vitaminli bir salatdır. Həm də yüngüldür. Toyuq əti ilə hazırlayıb yeyə bilərsiniz. Elə ailələrimiz var ki, orada silyotka balığı yeyilmir. Bizim evdə də həmçinin biz də toyuq əti ilə hazırlayırıq şubanı. Artıq salatımız hazırdır. Süfrəyə verə bilərik. Üzerini şüyüdlə və yaxud kim istəyirsə qozla bəzəyə bilər. Süfrəniz bol, bərəkətli olsun, nuş olsun. Kanalımızı izləməyi unutmayın.